qadın olmaq zəriflikdir, zəiflik deyil. Bəzən xilas edin deyib köməyə çağırar, bəzən də xilas edici elə özü olar. Başlarsınız, köməyə təzə hansı yerdən çıxın. Qəbul. Bakı uçsam aydındır. İnsan həyatı xilas etmək asan deyil, nə fiziki, nə də emosional baxımdan. Bu iş daha da çətin səslənir, əgər qadınsansa. Amma həmsöhbətim Leyla Əliyeva 20 ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətində çalışıb və bu mürəkkəb işin öhdəsindən layiqincə gəlib. Üstəlik, saysız-hesabsız uğurlara da imza atıb. 18 ilə yaxındır ki, mən Fövqəladə Hallar Nazirliyində çalışıram. 6 yaşından professional idmanla məşğul olmuşam. Karatenin 4 qaydasız dövü ilə məşğul olmuşam. Koski Kokushinkai, Daidazuki Aşqarı, 2 Avropa çempionuyam, 17 dəfə Respublika, beynəlxalq dərəcəli hakim məşqçi, 2-ci dan qara kəmər ustasıyam. 2008-ci ildən alpinizmlə məşğul olmuşam, buza dırmanma növü ilə. Dünya çempionatlarına qatılmışam. Komanda hesabında dünya çempionatında 2-ci yer tutmuşuq. Beynəlxalq turnirlərin qalibi olmuşam. 12 dəfə Respublikada çempion olmuşam. 3 il Fövqəladə Hallar Nazirliyinin adından buza dırmanma yarışlarına qatılmışam. Açıq Respublika çempionatında birinci olmuşam sürət və çətinlik növlərindən. Daha sonra isə qurumlar arasında dəfələrlə avar çəkmədən, üzgüçülükdən, velosiped yarışından, dırmanma yarışından birinci yer tutmuşam. 14 il yarım xüsusi riskli xilas etmə xidməti Çevik Xilas Etmə İdarəsində bölmə rəisi vəzifəsində xidmət eləmişəm. Daha sonralar isə Bakı Regional Mərkəzin Operativ Reaksiya və Əməliyyat Planlaşdırma İdarəsinin zabiti vəzifəsində çalışıram. Leyla xanımın hekayəsi həm də sosial stereotiplərə qarşı mübarizənin nümunəsidir. Adətən belə ağır və riskli peşələr kişilərlə daha çox assosiasiya olunur. Leyla xanım isə bir daha sübut edir ki, qadınlar da bu sahədə misilsiz bacarıq və əzmkarlıq göstərə bilərlər. Hətta bugün Leyla xanım illərlə topladığı təcrübəni həm tələbələri ilə, həm də digər kişi əməkdaşlarla bölüşür, onlara təlim keçir. Gördüyünüz bu qüllədə bizim təlim prosesimiz gedir. Biz həftədə 2 dəfə ən azı bu təlim qülləsində xilas edicilərindən təlimlər keçirik. Hündür mərtəbədə enmək üçün təhlükəsizlik qaydalarına riayət edirik. Bağlı qapı arxasında olan insanların xilas olunması üçün istifadə olunur. Həmçinin biz aviasiyanın kursantlarına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantlarına da bu qüllədə təlimlər keçirilir. Bir çox hallarda Leyla xanım və onun kimi qadın xilas edicilər hadisə yerində təkcə fiziki yardım göstərmirlər. Psixoloji cəhətdən də böyük dəstək olurlar. Mentalitetimizin bəzi tərəflərində qadının xarici mühitlə, xüsusilə təhlükə ilə üzləşəndə sadəcə qadınlarla daha rahat ünsiyyətə keçməsi bilinir. Belə vəziyyətlərdə xanım xilas edicilərin olması həqiqətən həyati əhəmiyyət kəsb edir. Bizə çağırış daxil oldu, biz dərhal çağırışa çıxdıq. Nəqliyyat qəzası baş vermişdi. Nəqliyyat qəzası baş verən maşının içində hamilə bir qadın var idi. Kişilərin ona yaxınlaşmağına icazə vermədilər. Onun 2 ayağı sıxılıb qalmışdı. Biz onu çıxartdıq. Sonra bağlı qapı arxasında olan xanımlar var ki, baxır görürsən ki, cavan qızdır. Onlara biz qadınlar daxil oluruq. Fiziki tələblər, risk faktorları, ağır şərait və emosional yük. Bunlar hər xilas edicinin üzləşdiyi reallıqlardır. Leyla xanım isə bütün bu çətinliklərə baxmayaraq bir daha sübut edir ki, qadın olaraq da bu çətin peşədə uğur qazanmaq mümkündür. Çinarə Qanbayeva, Baha Bimanzadə, Günə Davam üçün.